Salam əziz şagirdlər, 6-cı sinif İngilis dili iş dəftərindən səhifə 54-ün izahı. Writing, yazı. Walking tour in Central Manhattan. Mərkəzi Manhattan'da piyada tur. The American Museum of Natural History is famous for its dinosaurs, but there's a lot of to see there. Amerika Təbiət Tarixi Muzeyi dinozavrlar ilə məşhurdur, lakin orada görməli daha çox şey var. The Imperial State Building has got amazing views of the city. There are observatories on the 86th and 102nd floors. İmperiya dövlət binasının şəhərə möhtəşəm mənzərəsi var. 86 və 102-ci mərtəbələrdə rəsədxanaları, müşahidə meydançaları yerləşir. Our walk starts in Central Park. Here you can admire monuments and nature. Gəzintimiz mərkəzi parkdan başlayır. Burada siz abidələrə və təbiətə heyran qala bilərsiniz. Art, music, shopping, theaters, food all in one place. About 50 million people visit Times Square every year. İncəsənət, musiqi, mağazalar, teatrlar, yemək hamısı bir yerdədir. Hər il təxminən 50 milyon insan Times meydanına ziyarət edir. Our last stop Chelsea Market is the perfect place to shop and it at the end of your walk. Son dayanacağımız Chelsea Market gəzintimiz sonunda alış-veriş etmək və yemək yemək üçün mükəmməl bir yerdir. Tapşırıq 1. Look at the leaflet. Tick all the element you see. Mətnə əsasən hansı elementləri biz görürüksə onları işarələyirik. Title, başlıq, Walking tour in Central Manhattan. Deməli burada başlıq verilmişdir. Subtitle, yarım başlıq verilməmişdir. Bu doğru deyil. All web ünvanı yoxdur. Space for comments. Xeyr, şəhərlər bölməsi yoxdur. Map with read. Marşrut xətti burada vardır, göstərilib. Photos, düzdür, şəkillər də, təsvirlər vardır. İkinci tapşırıq. Read the text, circle the correct options. Mətni oxuyun və düzgün variantı dairəyə alın. The text is flyer about a walking tour in New York City. Turistlər üçün çap edilmiş bir vərəqdə New York şəhərində səyahət göstərilir. The objective of the text is to give information about the tour. Mətnin əsas məqsədi tur haqqında məlumat verməkdir. Üçüncü tapşırıq. Tick the place you can see on the walking tour. Sən piyada gəzinti, deməli bu mətninə əsasən hansı yerlərin şəklini görürüksə oranı işarələyirik. A library, kitabxananı biz orada görmürük. A stadium, stadionu görmürük. A museum, əlbəttə ki burada The American Museum of Natural History deməli vardır. A market, marketi də görürük. A park, Central Park. A building, the Empire State Building görsənir. 4-də. Write a leaflet for a walking tour. Birinci, biz piyada gəzinti haqqında yazmalıyıq və bu addımları
izləyərək choose 5 place in your neighborhood 5 ərazi seçməliyik. 5 gəzməli yer olan bir yer seçməliyik. Find images and information about this place. Onun şəkillərini və məlumatlarını tapmalıyıq həmin yerlər haqqında. Think about the layout, the order of the information. Məlumatları haqqında fikirlərimizi bildirməliyik. Write the first version of your leaflet. Use vocabulary from the unit. Deməli, bu bölmədəki sözlərdən istifadə edərək yazını yazmalıyıq. Look, bax, we use capital letters for names of people. John, place, Central Park, New York City, day of the week, Saturdays, and the month, February. Deməli, biz insan adlarını, yerlərin adlarını, yəni coğrafi adları, həftənin adlarını, aylara verilən adları böyük hərflərlə yazırıq. 5. Exchange your leaflet with a partner and check his her work. Use the checklist below. Biz yazdığımız mətni öz tərəfdaşımızla dəyişirik, ona suallar veririk və bu aşağıdakı hissələri tamamlamalıyıq. Həmin bu mətnimizdə title and subtitles, başlıq və yarım başlıqlar, clear route for the walking through, correct information about the place, clear information with the correct use of capital letters. Böyük hərflərlə yazmalıyıq. Məlumatlarımızı orada sözlər, cəmdi sözlərlə tamamlamalıyıq. Yerlər seçməliyik. Öncə mətnimizlə tanış olaq. Walking tour in old city. Qədim şəhərdə piyada gəzintisi, içəri şəhər. Start Maiden Tower. Qız qalasından başlayaq. Our walk starts at the Maiden Tower. It is a very old and famous monument. You can climb to the top for a great view of the Caspian Sea. Bizim gəzintimiz Qız qalasından başlayır. Ora qədimi və məşhur bir abidədir. Biz onun zirvəsinə çıxaraq oradan Xəzər dənizinin mənzərəsini görə bilirik. İkinci, Şirvanşah's Place, Şirvanşahlar sarayı. Next we visit the Şirvanşah's Place. Sonra biz Şirvanşahlar sarayına getdik. It is a beautiful historical building with many rooms and a museum. O gözəl tarixi abidədir ki, çoxlu otaqları və muzeyi vardır. Üçüncü, Miniature Books Museum. Don't miss the Miniature Book Museum. It is a small but very interesting place. You can see thousands of tiny books from all over the world here. Həmin bu kitab muzeyində, muzeydir, o balacadır, lakin orada minlərlə balaca kitablar görə bilərsən. Dünyanın hər yerindən olan minlərlə balaca kitablar. Dördüncü, Local Art Shops. As you walk through the narrow street, you can see many art and souvenir shops. You can buy traditional carpet and handmade gift here. Sən bu dar küçələr boyunca gedərkən orada çoxlu incəsənət və suvenir mağazalarına girə bilərsən. Burada milli xalçalar və əl işi olan hədiyyələr ala bilərsən. 5. Last stop, son dayanacaq, a traditional cafe. Bir milli kafedir. Our last stop is a traditional cafe. It is the perfect place to drink hot tea with paxlava and rest at the end of your walk. Bizim son dayanacağımız milli kafemizdir və bura möhtəşəm bir yerdir ki, isti çayla paxlava içəsən və öz gəzintinin sonunda dincələsən. Siz də bu tip yaza bilərsiniz. 54-cü səhifədəki sözlər. Walking tour, piyada tur, gəzinti. Famous, məşhur. Natural history, biət tarixi. Dinosaurs, dinozavr. Amazing, heyrətamiz, möhtəşəm. View, mənzərə. Observatory, rəsədxana, müşahidə məntəqəsi.
floor, mərtəbə, admire, heyran etmək, monument, abidə, nature, təbiət, place, yer, məkan, perfect, möhtəşəm, capital letters, böyük hərflər. Əsas ifadələr isə famous for, məşhurdur, a lot more to see, görüləsi daha çox yer vardır, our walk starts in, gəzintimiz başlayır, our last stop, bizim son dayanacağımız, at the end of your walk, gəzintinin sonunda. Səhifə 55-in izahı. Writing to, yazı 2. News from our road trip, yol səyahətimizdən xəbər. Hi Marianna, salam Marianna. Here I am Syrian in France. Mən Fransanın Serignan şəhərindənəm. I am having a great time with my family. Ailəmlə çox gözəl vaxt keçirirəm. We are staying at a campsite near the beach. Biz çimərliyin yanında bir düşərgədə qalırıq. Last night there was a party at the swimming pool and we were there all evening. Keçən gecə havuzda bir şənlik var idi və biz bütün axşamı orada olduq. It was fun. I'm writing this email to you and my sister is reading a book. My parents are at the beach. Mən sənə bu email poçtu yazıram. Bacım isə kitab oxuyur. Mənim valideynlərim isə çimərlikdədir. What about you? Bəs sən? You are back at school, right? Sən artıq məktəbə qayıtmısan? How was your holiday? Sənin tətilin necə oldu? Were you at home all summer? Sən bütün yayı evdə oldun? Love, Sophie. Sevgilərlə Sophie. Birinci tapşırıq. Look at the mail. What is it about? Take the correct answer. Emaili bax. Sonra mətndə nədən bəhs edir haqqında, bu mətn nə haqqındadır? O suala cavab veririk. Əlbəttə ki, Sophie's holiday activities Sophiyanın tətil fəaliyyəti ilə bağlıdır. İkinci tapşırıq. Rizi takes much part from 1 to 4 in the email to their faction. Biz mətni oxuyuruq və əsas hissələri birləşdirib 1, 2, 3, 4 ilə burada göstərilən hissələri birləşdirəcəyik. Body əsas hissədir. Aydın məlumat varmı? Onu bildirir. Hi ilə başlanan və lava qədər olan hissəni orada qeyd edirik, yazırıq. Dəftərimizdə closing, sağollaşma varmı? It ends the mail with your name. Və burada deyir ki, sonluqdur, məktubun sonluğudur və biz orada adımızı qeyd edirik. Love, Sophie. Greeting, salamlaşmadır. It opens the mail, including the greeting. It opens the email, including the. Bura salamlaşmaya Hi Maria, yəni göndərdiyimizin adını da yazırıq və salam veririk. Subject line isə mövzu bağlı varmı? Mövzu ilə bağlı hissədə the title of the email, news from Serena. Burada qeyd edilir. Look, bax, from sender's email address, email poçt qaydalarıdır bunlar. Göndərənin email poçt ünvanını məktubu kimə yazırıqsa, look, bax, biz burada e-poçt qaydalarını izləyəcəyik. Belə ki, from göndərənin e-poçt ünvanı məktubunu kim yazırsa, yəni sender's email adresi qeyd edir. To recipient's email address,
məktub alan insanın, yəni ünvanı məktub kimə gedirsə, to start an email, use hi, hello recipient names. Deməli biz burada use hi, hello recipient names. Deməli qeyri-rəsmi salam veririk və məktub alan şəxsin adını qeyd edirik. The end and informal email, use love, heart, take care. Use love, heart, take care. Burada qeyri-rəsmi approach başlamaq üçün salamlaşmadan istifadə etdiyimiz kimi, burada isə öz adımızı qeyd edirik və qucaqlayıram, sevgilərlə, özünün qayğına qal və başqa sözlərlə həmçinin öz adımızı qeyd edərək sağollaşırıq. Üçüncü, write an email about your holiday. Öz tətilin haqqında email yaz. Think of a real or imaginary holiday. Take notes about the places you visit, your activities, and the people you are with. Baş çəkdiyin yerlər, fəaliyyətlərin və kiminlə olduğun haqqında qeydlər götür. İkinci, decide who you are writing the email to, the recipient. Email poçtanı kimə yazdığına qərar ver, yəni alıcı. Write the first version of your email. Use the notes to write the body of your message. Then take sure you include a subject line, a greeting, and a closing. Mesajın əsas hissəsini yazmaq üçün götürdüyün qeydlərdən istifadə et. Əvvəlcə salamlaşmanı, sonra isə sağollaşmanı daxil etdiyindən əmin ol. Exchange your email with a partner and check her work. Use the checklist below. Öz tərəfdaşınla dəyiş və bu aşağıdakılara əməl etdiyini yoxla. Has the email got a subject line? Mövzu başlığı varmı? Has the email got a greeting? Salamlaşma varmı? Has the email got clear information in the body? Əsas hissədə aydın məlumat varmı? Has the email got a closing? Sağollaşma varmı? Bunları bir-bir yoxlayırıq. My holiday in Baku. Hi, mənim Bakıdakı tətilim. Here I am in Baku with my family. Mən ailəmlə Bakıdayam. We are having a fantastic time. We are staying in a nice hotel near Caspian Sea. Ailəmlə çox gözəl vaxt keçirdirəm və mən Xəzər dənizinin sahilində bir oteldə qaldım. Yesterday we walked around the old city and saw the Meydan Tower. Dünən biz içəri şəhərə getdik və Qız qalasını gördük. It was very interesting. O çox gözəl idi. Right now, indi mən I am staying in a cafe and eating delicious baklava. Mən bir kafedə oturub dadlı paxlava yeyirəm. My brother is taking photos of the sea. Qardaşım isə dənizin şəklini çəkir. What about you? Bəs sən? What are you doing these days? Sən bu günlərdə nə edirdin? Love. Məsəl üçün öz adını qeyd edə bilərsən. Samira və yaxud başqasının adını qeyd edə bilərsən. Əziz şagirdlər, səhifə 56-dakı sözlər, əvvələr, səyyah, fact sheet, məlumat vərəqi, blogger, blogger, country, ölkə, including, daxil olmaqla, followers, izləyicilər, passport, pasport, pollution, çirklənmə, rubbish, zibil qutusu, zibil tullantısı, taught, müəllimlik edib, biografi, biografiya.